Allahın xoşu gəlir, bəndəsini bir halda görsün ki, halal ruzu qazanmaq üçün zəhmət çəkir. Zəhmət çəkir, özünü ora-bura vurur. O halda bəndəsini görməkdən xoşu gəlir. O ana xüsusi məhəbbəti var, o cür görmək istəyir. Sevə-sevə baxır. Allah sevə-sevə baxır deyəndə, yəni nə qədər neymət verir. Bir adam öz halal zəhməti ilə ruzu qazanır. Məsələn, hədis oxuyuram sizin üçün. Allah ona nə verir? Buyurur ki, o insan Sirat körpüsündən ildırım sürəti ilə keçər. Nə üçün? Qarnına çörək yiyib, zəhməti ilə qazanıb, oturub çörək yiyib.